Salam dostlar, deməli bugün sizə göstərəcəm ki, əgər siz reklamınızı görən insan sizin səhifənizə keçib baxmasını istəyirsinizsə, bu zaman reklamı necə verməlisiniz? Deməli, mən rus dilində istifadə edirəm. Əgər siz fərqli dildə istifadə edirsinizsə, müvafiq addımları ata bilərsiniz. Standart qaydada başlayırıq, sazdat. Burada seçirik trafiki, ikincini yəni. İrəli kampaniya yaradırıq. Kampaniyadan keçirik irəli elanlar qrupuna. Elanlar qrupunda burada deməli biz seçirik Instagram ili Facebook. Bunu seçəndən sonra biz aşağıda bizim hansı səhifəmizə keçməsini istəyiriksə, reklamı görən insanın Instagram ya Facebook səhifəmizə keçməsini istəyiriksə, həmin yerdə quşu saxlayırıq. Əgər hər ikisinə keçməsini istəyiriksə, hər ikisində quşu saxlayırıq. Sonra düşürük aşağı, bu standart tənzimləmələrdir, büdcəni yazırıq, auditoriyanı seçirik, placementi seçirik, keçirik irəli elanın özünə. Burada elanı ya yaradırıq, ya da səhifədən bir postu seçirik və paylaşırıq. Vəssalam, yoxlamadan sonra gedəcək reklama.